Salam uşaqlar, hər vaxtınız xeyir olsun. Biz bugün sizinlə birlikdə, deməli, elektromaqnit indüks hadisəsinə baxacağıq. Uşaqlar, əvvəlcə başlayaq maqnit seli nədir? Maqnit seli maqnit indüksiya xəttlərinin sayını müəyyən etmək üçün, yəni beynin xəttlərinin sayını müəyyən etmək üçün maqnit seli adlanan cəmiyyət daxil edilir. Deməli, düsturumuz F bərabərdir, F bərabərdir BS kosinus alfa düsturu ilə təyin olunur. Burada S səthin sahəsini bildirir. Deməli, burada S səthin sahəsini bildirir. N isə sahəyə perpendikulyar olan normaldır. Daha sonra deməli, fi maqnit selidir, vahidi Vebeldir. 1 Vebel də bərabərdir Tesla vurulsun metrin kvadratına. Daha sonra uşaqlar, maqnit seli skaler cəmiyyətdir, yəni istiqaməti yoxdur. Səthin normalı N hərfi ilə işarə olunur. Səthə perpendikulyar olan bir vektordur. Baxın uşaqlar, səthdimi bu? S səthin sahəsi. N nədir? Normal səthə perpendikulyar olan vektordur. Deməli, normal səthə həmişə perpendikulyar olmalıdır. Uşaqlar, normalda baxın, burada S ilə B arasındakı bucaq, kosinus alfa nədir burada? Sahə ilə B induksiya vektor arasında qalan bucaqdır da. Alfa isə N və B arasındakı bucaqdır. Deməli, alfa N və B arasındakı bucaqdır. Bizə normalda, yəni bu qaydada bizə normalla induksiya xəttləri arasındakı bucaq lazımdır. Amma sahə ilə, baxın uşaqlar, sahə ilə induksiya xəttləri arasındakı bucaq veriləndə ya 90 dərəcədən çıxırsınız verilən qiyməti və yaxud da ki, fi bərabərdir, ən qısa, ən sadə BE sinus alfa düsturundan istifadə edirsiniz. Baxın, yenə qeyd edirəm. Deməli, bizə normalla B induksiya vektoru arasındakı bucaq lazımdır. Amma S ilə, əgər sahə ilə B induksiya xəttləri arasındakı bucaq veriləndə 90 dərəcədən həmin qiyməti çıxırsınız və yaxud da düsturu dəyişirsiniz. Yazırsınız ki, fi bərabərdir BS kosinus alfa deyil, sinus alfa ilə əvəz edib yazırsınız. Bu da belə. Deməli, induksiya vektoru B ilə N arasındakı bucaq 90 dərəcədən kiçik olanda maqnit seli müsbət, yəni iti bucaq olanda maqnit seli müsbət, fi böyükdür 0-dan. Əgər kiçik olanda isə, yəni kör bucaq olanda isə maqnit seli 0-dan kiçik olur. Deməli, iti bucaqda, bu isə kör bucaqda. Alfa 0 olarsa biz də bilirik ki, kosinus 0 dərəcədə 1-ə bərabərdir. Yerinə yazsaq nə olur? Fi bərabər BS. 180 dərəcə olanda kosinus 180 dərəcədə mənfi 1-də gətirib yerinə yazanda olur mənfi BS. 90 dərəcədə biz bilirik ki, kosinus 90 dərəcədə 0-a bərabərdir. Sinusdan fərqli olaraq və yerinə yazanda deməli, maqnit selinin qiyməti 0-a bərabər olur. Baxın, bayaq dediyim kimi, maqnit induksiya vektoru ilə səth arasındakı bucaq, deməli, B ilə S arasındakı bucaq alfa olarsa, maqnit seli, deməli, BS sinus alfa ilə təyin olunur. Və bir də uşaqlar, maqnitin, deməli, sarğacın daxilində olan maqnit induksiya xəttləri daha böyükdür. Əgər bizə sarğacın daxilində maqnit nüfuzluğu μ olan ferromaqnit içlik daxil etmək deyirsə, o zaman fi bərabərdir, μ-ni vurursunuz düsturumuza. μ vurulsun fi 0, μ vurulsun N, B, S şəklində yazılmış olur. Deməli, maqnit sahəsi sarğacdan keçəndə fi nəyə bərabər olur? N, B, S-ə. Bunu da yadımızda saxlayaq, əsas qeydlərdəndir. Lorentz qüvvəsini növbəti dərsdə, keçən dərslərdə izah etmişdim. İndi uşaqlar, elektromaqnit induksiya hadisəsinə baxaq. Görək elektromaqnit induksiya hadisəsi nədir? Deməli, İngilis fiziki Michael Faraday təcrübələr nəticəsində müəyyən etmişdir ki, qapalı naqillə hidrotlanmış səthdən keçən maqnit seli dəyişən zaman maqnit selinin dəyişmə sürəti yaranır. İnduksiya elektrik hərəkət qüvvəsi yaranır. Gəlin görək bu nə deməkdir? Deməli, maqnit induksiya xəttlərinin dediyi sayını müəyyən etmək üçün maqnit seli adlanan cəmiyyətdən istifadə edilir. İndi isə belə bir qayda yazaq. Uşaqlar, hər bir cəryanlı naqil bilir ki, öz ətrafında maqnit sahəsi yaradır. Doğrudur.
Mhm. Deməli, Faraday belə bir sual qarşısında qalıb, fikirləşib ki, əgər elektrik cərəyanı maqnit sahəsi yaradırsa, onda maqnit sahəsi də elektrik cərəyanı yarada bilərmi? Faraday 1831-ci ildə maqnit sahəsinin köməyi ilə elektrik cərəyanı ala bilmişdi. Deməli, Faraday 1831-ci ildə maqnit sahəsindən istifadə edərək elektrik cərəyanı ala bildi. O müəyyən edib ki, uşaqların qapalı keçirici konturla hüdudlanan səthdən keçən maqnit seli dəyişən zaman, yəni maqnit seli dəyişəndə bu konturdan cərəyan yaranır. Deməli, Faraday müəyyən etmişdir ki, maqnit seli dəyişəndə konturda cərəyan yaranır. Bu cərəyanda induksiya cərəyanı adlandırdı. Hadisəni isə elektromaqnit induksiya hadisəsi adlandırmışdı uşaqlar. Deməli, həssas qalvanometrə birləşdirilən sarğacın içərisinə maqniti daxil edəndə və çıxaranda qalvanometrdə cərəyan yaranır. Həssas qalvanometrə birləşən sarğacın içərisinə maqnit daxil edəndə və yaxud da maqniti oradan çıxardanda qalvanometri cərəyan yaranır. İndi baxaq. Deməli, baxın bu maqniti daxil etdikdə və yaxud da çıxartdıqda cərəyan yaranacaq. Uşaqlar, delta F bölünsün delta T maqnit selinin dəyişmə sürətidir. Vahidi Weber bölünsün saniyədir. Çünki dedik ki, maqnit selinin vahidi Weberdir. Zamanında vahidin saniyə olduğunu artıq bilirik. İnduksiya elektrik hərəkət qüvvəsi isə mənfi delta F bölünsün delta T-yə bərabərdir və yaxud da induksiya elektrik hərəkət qüvvəsi delta F-nin, yəni bunun zamana görə törəməsinə bərabərdir. Buradan Weber bərabərdir, deməli, volt olsun saniyə. İnduksiyanın elektrik hərəkət qüvvəsinin zamanın asılı qrafikinin altındakı fiqurun sahəsi bizə delta F-ni verir. Bunu da yadımızdan çıxartmayaq. Necə ki, işin zamandan asılı qrafikinin altındakı sahə bizə gücü verirdi. Eyni qaydada burada da fiqurun sahəsi bizə delta F-ni verir. Uşaqlar, konturdan axan cərəyan şiddəti, induksiya cərəyan şiddəti belə təyin olunur. Deməli, epsilon I bölünsün R. Onu da yerinə nə yazırıq? Deməli, 1 bölünsün R çıxardırıq. İnduksiyanın yerinə yazırıq. Delta F bölünsün delta T. Baxın, buradakı kimi. Və yaxud da F-nin zamana görə törəməsi, yəni bunun yerinə nə yazırıq? F-nin zamana görə törəməsi bölünsün R. Aha, konturdan delta T müddətində keçən yük isə Q bərabərdir bilirik. I vurulsun delta T-dir. İni yenə də delta F bölünsün. Deməli, delta T yazanda delta T-lər ixtisar getdi. Baxın, burada delta F bölünsün delta T, bir də vurulsun delta T. Delta T-lər ixtisar gedəndə qalır delta F bölünsün R-in özü. Uşaqlar, əgər F konstant olarsa, deməli, biz nə demişdik? Sürətin törəməsi bizə təcili verdiyi kimi, burada isə maqnit selinin törəməsi bizə verəcək induksiyanı. Baxın, sabitin törəməsi nədir? 0. Doğrudan da sabitdir deyə törəməsi 0-a bərabərdir. Və yaxud da düz qrafikin törəməsi bizə sabiti verir. Paraboladırsa, törəməsi bizə düz xəttli verəcəkdir. Yəni, F-nin zamana görə törəməsi bizə induksiya cərəyanı və yaxud da induksiya elektrik hərəkət qüvvəsini verir. Aha, baxın, burada var məsələn. F-nin törəməsi. Bunun törəməsi sabitdir. Sabitin törəməsi 0-dır. Yenə də düz xəttin törəməsi sabitdir və bu birincidən maksimum dik qalxdığı üçün ona görə ən yuxarı səviyyədə onu qeyd edirik. Yəni, Y3 böyükdür Y1-dən. Y2 də nə idi? 0-a bərabər oldu. İndi uşaqlar, baxaq görək Lens qaydası nədir? Deməli, qapalı konturda yaranan induksiya cərəyanının istiqamətini Lens qaydası ilə təyin etmək mümkündür. İnduksiya cərəyanının istiqamətini təyin etmək üçün Lens qaydasından istifadə olunur. Və burada induksiya bərabərdir, burada qeyd olunmayıb. İnduksiya bərabərdir elektrik hərəkət qüvvəsi mənfi delta F bölünsün delta T şəklində ifadə olunur. Burada mənfi Lens qaydasını göstərir. Baxın uşaqlar, indi maqniti, həmin bu maqniti. Baxın, bu V sürətini, istiqamətini göstərir, yəni maqnitin istiqamətini. Həmin bu maqniti qapalı konturun içərisinə doğru hərəkət etdirək. Biz bilirik ki, normalda induksiya xətləri N-dən çıxır, S-ə daxil olur da, yəni istiqamət olaraq N-dən çıxan istiqamətdə, doğrudur. Əgər induksiya xətləri N-dən çıxırsa, B xətləri isə onun əksinə yönələcəkdir. Yəni, B ilə B ştrix həmişə bir-birinin əksinə yönəlir. Lens qaydasına görə onu, yəni B ştrixi azaltmağa çalışan sahə yaranmalı və onunla əks istiqamətdə yönəlməlidir. Həmçinin Lens qaydasına görə B ştrix artanda onu artmağını istəmir, azalanda da azaltmağını istəmir. İndi burada isə baxın, maqniti qapalı, deməli,
konturun içərisindən çıxardıram. Sürətin istiqaməti nədir? Sola. Normalda n bilirik ki, maqnit induksiya xəttləri n-dən çıxır. Baxın, n-dən çıxdımı? N-dən çıxdı. Deməli, hərəkətin əksinə yönəlir. Baxın uşaqlar, burada qeyd etdim. Deməli, tutalım ki, biz yenə də maqniti indi isə aşağıya doğru hərəkət etdirək. Hərəkətin istiqaməti, yəni sürətin istiqaməti olaraq aşağını götürək. Tutalım ki, sürət aşağıya doğru hərəkət edir. Baxın, yadımızda qalsın. Maqniti aşağıya hərəkət etdirəndə, yəni maqniti, həmin bu maqniti konturdan, qapalı konturdan uzaqlaşdıranda, deməli, B maqnit induksiya xəttləri azalır. B azaldığına görə fi bərabər B-dir axı. Fi ilə B düz mütənasibdir. O zaman deməli, fi maqnit seli azalmış olacaq. Amma induksiya cərəyanı nə edir? Həmin dəqiqə, daha doğrusu induksiya elektrik hərəkət qüvvəsi artmağa başlayır. Bu da belə. Uşaqlar, bir də deməli, Lenz qaydası deməli, burada induksiya cərəyanı sağal qaydasından təyin olunur. İnduksiya cərəyanı istiqamətini təyin etmək üçün sağal qaydasından istifadə olunur. Baş barmağımız deməli, B iştirak istiqamətində, 4 barmağımız isə induksiya cərəyanını göstərir. Deməli, sağ əlimizi elə tutmalıyıq ki, yenə də B-lər, induksiya xəttləri ovucumuza daxil olsun və bu zaman 90 dərəcə açılmış baş barmağımız sürətin istiqamətini, deməli, baş barmaq naqilin sürəti istiqamətində yönəlməlidir. Uzatdığımız 4 barmağımız isə naqildən axan induksiya cərəyanı istiqamətini göstərir. Bu isə olur sağal qaydası. Və hərəkət edən naqildə də induksiya elektrik hərəkət qüvvəsi yaranır. Bu zaman induksiya elektrik hərəkət qüvvəsi BVL sinus alfa düsturundan təyin olunur. BVL sinus alfa, bunu da qeyd edək mütləq. Deməli, burada yenə də sinusun qiymətindən asılı olaraq ifadənin qiyməti dəyişəcək. Tutalım ki, sinus 90 dərəcədə nəyə bərabərdir? 1-ə bərabərdir. Ona görə induksiya elektrik hərəkət qüvvəsi maksimum olur, yəni BV ilə bərabər olur. Və yaxud induksiya cərəyanını tapanda isə Y-ini bölürük R-ə. İnduksiya elektrik hərəkət qüvvəsinin yerinə yazırıq BV sinus alfa bölünsün R. Daha sonra 90 dərəcə olanda da yerinə 1 yazırıq. BV bölünsün R şəklində alınmış olur. Bu da belə. İndi bunu daha ətraflı test izahında təbii ki, üstündən dəfələrlə keçəcəm. İnduktivlik isə növbəti dərslərdə. Sağ olun, hələlik.